Fonetika. Fonetika Azərbaycan dilində dilçiliyin bölmələrindən biridir və demək olar ki, bizim birinci bölməmizdir ki, Azərbaycan dilində biz fonetika ilə başlayırıq. Ümumiyyətlə uşaqlar, fonetika nədir? Fone səs deməkdir. Baxın, fone səs deməkdir. Tika elm deməkdir. Bəzən burada çətinlik çəkirlər, yerlərini dəyişik deyirlər. Telefon, fon sözündən yadınızda saxlayın. Səs telefonda gəlir, elə deyil. Yəni fone səs, tika elm deməkdir və eyni zamanda fonetika sözü bizim dilimizdə Yunan dilindən keçibdir. Deməli, fonetika Yunan sözüdür. Fone səs, tika elm deməkdir. Fonetikada nəyi öyrənirik? Yadınızda qalsın. Fonetikada danışıq səsləri öyrənilir. Desək ki, fonetika nədən bəhs edir? Deyəcəksiniz ki, danışıq səslərindən. Sadəcə olaraq desəz ki, fonetika səslərdən bəhs edir. Baxın, bu düzgün olası deyil. Deməlisiniz ki, fonetika danışıq səslərindən bəhs edir. Ümumiyyətlə, danışıq səslərimiz də danışıq üzvləri vasitəsilə yaranır. Siz iki anlayışla tanış olacaqsınız. Bir danışıq səsləri, bir də danışıq üzvləri. Buradan da yazaq, danışıq üzvləri. Deməli, uşaqlar, danışıq səsləri nədir? Danışıq səsləri iki yerə ayrılır. Bunlar hansılardır? Saitlər və samitlər. Deməli, danışıq səslərimiz hansılar oldu? Saitlər və samitlər. Bəs danışıq üzvlərimiz iki yerə ayrılır. Fəal danışıq üzvləri, fəal. Bir də qeyri-fəal danışıq üzvləri, qeyri-fəal. Fəal qısa yazdım. Baxın, bunlar eyni deyil. Birində danışıq hissələri eynidir. Birində deyirik üzvləri, birində deyirik səsləri. Danışıq üzvləri, bədən üzvlərimizi yadınıza salın. Deyirik əldir, qoldur, ayaqdır, başdır. Bunlar nədir? Bədən üzvləri elə. Danışıq üzvləri də deyəndə biz danışanda nələrdən istifadə edirik? Dildən, dodaqdan, səs tellərindən, ağız boşluğundan. Yəni da burada əlimizi, ayağımızın adını çəkmirik. Sadəcə olaraq onlar bədən üzvlərimizdir. Bunlar da danışıq üzvlərimizdir. Başa düşürsünüz? Yəni bunlar da bədənimizin bir hissəsidir. Sadəcə olaraq biz bunları danışıq üzvləri adlandırırıq. Baxın, bunu necə yadda saxlayarsınız? Danışıq səslər deyəndə, səslər nə ilə başlayır? S ilə başlayır, elə. Sizdən danışıq səslərini soruşanda, siz saitlərlə samitləri deyəcəksiniz. Sait və samitlər də S ilə başlayır. Amma danışıq üzvləri fəal və qeyri-fəal olur. Yəni, belə fərqləndirin. Üzvlər başqadır, səslər başqadır. Səslər deyəndə sait və samit, danışıq üzvlər deyəndə fəal və qeyri-fəal. Fəal danışıq üzvlərinizi yadda saxlayın. 3 dənədir. O birisləri yadda saxlamağa, əzbərləməyə, daha doğrusu ehtiyac yoxdur. Dil, dodaqlar. Bir də səs telləri. Baxın, bunlar fəal danışıq üzvləridir. Bunların içində ən fəalı dildir. Çünki insanın dili olmasa danışa bilməz. Qeyri-fəal danışıq üzvləri hansılardır? Uşaqlar, qeyri-fəallar ağciyərlər, qısa yazıram, ağciyərlərdir, qırtılaqdır, nəfəs borusu, sonra burun boşluğu, başqa nə deyə bilərik? Ağız boşluğu, qırtılaq və s. Qırtılaqı yazmışıq. Bir də ən əsas qeyri-fəalların içində mütləq dişi yadınıza saxlayın. Baxın, diş də qeyri-fəal danışıq üzvləridir və gətirirlər bu dişi, verirlər fəalın içində. Yadınızda qalsın. Diş qeyri-fəal danışıq üzvüdür. Yəni o qədər də fəal deyil. Bax, bu necə yadınıza saxlayırsınız? Həmişə belə nümunə çəkirəm ki, uşaqlar, dillə dişi qarışdırırlar, bəzən dişi gətirib fəalda verirlər. Dişsiz insan danışa bilər. Körpə uşaqlar dişi olmadan suya buva deyirlər. Nə bilim, fikirlərini izah edirlər də. Və yaxud da tam dişləri hələ çıxmamış şagirdlər. Və yaxud da qoca nənələrimiz, babalarımız. Lori dildə deyirlər, protez. Baxın, o protezləri, yəni onların o suni dişləri düzələnə qədər onlar yenə də danışa bilirlər. Sadəcə olaraq hərfləri düzgün tələffüz eləmirlər. Amma dil olmasa insan danışa bilməz. Başa düşürsünüz? Dil olmasa insan heç bir fikrini ifadə edə bilməz. Belə yadınıza saxlayın da. Buna görə biz dişi qeyri-fəallara daxil edirik. Çünki diş qeyri-fəaldır.
Amma dil fəal danışıq üzvüdür. Uşaqlar, ağciyər olmasa da təbii ki, qırtlaqdır, nəfəs borusudur. Yəni bunlarsız da insan fikirlərini ifadə edə bilməz. Yəni bunlar hamısı danışıq üzvlərinin danışıq səslərinin meydana gəlməsində rol oynayır. Sadəcə bu dillə dişi qatmayasınız deyə bu nümunəni deyirəm. Oldu? Diş qeyri-fəaldır, dil isə fəal danışıq üzvünə aiddir. Bundan başqa nə yadda saxlamaq lazımdır? Biz hərfləri, baxın, bunlar hərflərdir. Bunları yazırıq və görürük. Hərf yazılır və görülür. Səsi isə deyirik. Məsələn, mən danışıram və səsimi eşidirəm. Səsi isə deyirik və eşidirik. Və fonetikada əsas bu hissələrimizi yadda saxlayın ki, fəallar bunlardır. Fonetikada nə öyrənilir? Fonetikada öyrənilir saitlər. Fonetikada öyrənilir samitlər. Fonetikada öyrənilir ahəng qanunu. Fonetikada öyrənilir vurğu, heca. Baxın, biz bunları fonetikada öyrənirik. Elə deyil. Bəs deyə bilərsinizmi ki, fonetikada biz başqa nələri, məsələn, səslə hərfi necə fərqləndirə bilərik? Bilirik ki, Azərbaycan dilində neçə sait səsimiz var bizim? 9 sait səsimiz var. 9 sait səs var. Bəs desə neçə hərf var? Elə 9 sait hərf də var. 9 sait hərf. Sait səslə sait hərfin fərqi Azərbaycan dilində fərqi nədir? Daha doğrusu sait səslə sait hərfin sayı Azərbaycan dilində eynidir. Amma samitlərimizdə fərqlidir. Məsələn, 23 samit hərfimiz var. 23 samit hərfimiz var. Azərbaycan dilində 25 samit səsimiz var. Baxın, hərfdən səs eyni deyil. Və uşaqlar, nəyə yadda saxlayırsınız? Ümumilikdə isə Azərbaycan dilində neçə hərf, neçə səs var? Ümumilikdə isə Azərbaycan dilində 32 hərf var, 34 də səs var. Oldu? 32 hərf, 34 səs var Azərbaycan dilində. Daha sonra səslə hərfi necə fərqləndirərik? Dedik ki, bizim saitlərimiz hansılardır? Məsələn, hamısını deməyin, indi səslə hərfi necə fərqləndirir? Bu nədir? Hərf. Bu hərfdir. Bunun hərf olduğunu hardan bilirik? Buna niyə səs demədik? Çünki səs olsaydı, transkripsiyada verilərdi. Baxın, biz buna transkripsiya deyirik. Böyük mötərizədə deyə bilərik. Artıq burada yazılan oldu səs. Deməli, səs transkripsiyanın içərisində göstərilir. Və yaxud da Bir də belə yazırıq. İndi bunun hansı hərfdə, hansı səsdir? Baxın, bu hərfdir. Bu hərfdir. Çünki mötərizənin içində deyil. Yəni, transkripsiyanın içində deyil. Amma bu transkripsiyanın içindədir deyə biz buna səs deyirik. Yəni, yazıda belə göstərir. Çünki yazıda dəftərin üstündə bu hərfi necə səslənsin? Yəni, biz səsi deyirik, eşidirik. Düzdür? Yəni, danışarkən. Axı, dəftər danışmır. Buradan biz səslə hərfi yazıda, yəni tələffüzdə gündəlik həyatımızda bəli. Məsələn, mən danışıram, siz dərsə qulaq asırsınız. Bu səsdir. Amma yazıda göstərmək üçün, yəni səslə hərfi fərqləndirmək üçün transkripsiyadan istifadə olunur. Bir də onu da qeyd edeyim ki, təbii ki, bunu uzun saitlərdə demişəm. Ümumiyyətlə, uzun saitlə qısa saiti necə fərqləndiririk? Uzun saiti fərqləndirməkdən ötürü qısa saitdən onun qarşısında qoşa nöqtə qoyulur. Məsələn, baxın, biri var A. Bu qısadır. Bu qısa saitdir. Qısa sait. Əgər A-nı yazıb, qabağına qoşa nöqtə qoysa, artıq bu olur uzun sait. Yəni, saitin uzanmasını göstərməkdən ötürü biz qoşa nöqtədən istifadə edirik. Oldu uşaqlar. Və nəyə yadda saxlamaq lazımdır? Səslərimiz, hərflərimiz haqqında da qısa məlumat verdik. Sözün